Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mikail Müşfiq adına Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan Nə harada nə zaman adlı bilik yarışı keçirilib. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edildikdən, daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra yarışa start verilib. İntellektual yarışda 8, 9, 10-cu sinif şagirdləri iştirak edib. 8 komanda qalib adı uğrunda mübarizə aparıb. Yarışın keçirilməsində məqsəd əlamətdar günlərin qeyd edilməsi, dövlət gənclər siyasətinin prioritet istiqamətləri üzrə yeniyetmə və gənclərin intellektual və yaradıcılıq potensialının üzə çıxarılması, onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılmasıdır. Qeyd edək ki, Ulu öndər Heydər Əliyev elmi və intellektual potensialın artırılması üçün gənclərin ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda təhsilə cəlb edilməsinə nail olub. Azərbaycanda çoxsaylı gənclər təşkilatları yaradılıb, gənclər forumları keçirilib, potensiallı gənclər ixtisaslı kadr kimi seçilərək dövlət idarəçiliyinə cəlb edilib. Bugün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərlə bağlı imzaladığı bütün rəsmi sənədlərdə gənclərin intellektual səviyyəsinin yüksəldilməsi məsələsi önə çəkilir. Məktəbin direktoru Afiq İsmailov qeyd edib ki, şagirdlərin intellektual oyunlara cəlb edilməsi çox uğurlu bir addımdır. 34 nömrəli məktəbdə belə yarışların keçirilməsi artıq ənənə halını alıb. Şagirdlər bu oyunlara qatılmaqla həm özünü, həm də dünyanı öyrənir. Sonda intellektual yarışın qaliblərinə fəxri fərmanlar təqdim edilib. Şəmsdan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.